Salam, mən Ayşən doktor, endokrinoloq. Bugün kanalımızda sizə hormonların əhval-ruhiyyəmizə təsirindən danışmaq istəyirəm. Əslində hər zaman vurğuladığım kimi, orqanizm iki böyük sistem idarə edir: sinir sistemi və humoral sistem. Və hormonlarımızın düzgün konsentrasiyası bizim əhval-ruhiyyəmizə, gündəlik diqqət konsentrasiyamıza, əmək qabiliyyətimizə, keyfimizə ciddi təsir göstərir. Bu günlərim əhval-ruhiyyəmizə təsir edən iki əsas hormondan, serotonindən və kortizoldan danışmaq istəyirəm. Kortizol bilirsiniz ki, stres hormonudur. Orqanizm kortizol olmazsa, hər hansı bir stresə qarşı özünü toparlamaq, özünü müdafiə etmək funksiyasını itirmiş olar. Yəni kortizol bədəndə qısa müddətli stres zamanı yüksələrək həyəcan, təşviş nəticəsində ürək döyməni artırır, orqanizmin enerjisini artırır, orqanizm toparlanıb özünü xilas etməsinə doğru yönəlir. Ancaq bu stres uzun müddət davam edərsə, orqanizm bundan get-gedə yorulmağa başlayır və kortizol miqdarında dəyişikliklər bədənin tez yorulmasına, əhval-ruhiyyəsinin dəyişilməsinə, ümumi zəifliyə, tonusun pozulmasına gətirib çıxarda bilir. İkinci əsas hormonumuz da serotonindir. Serotonin normalda əsasən beyində və daha çox miqdarı isə bağırsaqlarda sintez olunur. Ona görə çox zaman biz deyirik ki, bağırsaq sağlığı çox önəmli faktordur və bağırsaq dostu qidalarla daha çox qidalanmağa çalışın. Bu zaman serotonin bizdə yüksələrək əhval-ruhiyyətimizin daha yaxşı olmasına, daha enerjili olmağımıza, həyatsevər olmamıza yardımcı olmuş olur. Bunu pozan amillər hansılardır? Əslində bunları biz özümüz pozuruq və zamanla düzgün qidalanmadan, hərəki aktivliyimiz azalaraq, yuxu müddətimizi pozaraq, həmçinin uzun müddət orqanizmə stres amillərinin təsiri altında qalaraq hormonların normal konsentrasiyasını pozmuş olur. Bunu bərpa etmək üçün nə etməliyik? İlk hər zaman dediyim kimi zamanında yatmalıyıq. Düzgün yuxu rejimi bizim hormonal balansımızı təmin edir. Gecə vaxtında yatıb səhər sübh saatlarında aktiv oyanmaq kortizol miqdarının yüksəlməsinə və orqanizmin aktivləşməsinə səbəb olur. Bundan başqa zülali qidalarla qidalanmaq bu triptofan ehtiyatını artıraraq serotonin ifrazının daha da yüksəlməsinə səbəb olur. Fiziki aktivliyimizin yüksəlməsi həmçinin müsbət təsir göstərən amillərdəndir. Biz təkcə yuxunun zamanında olması yox, həm də dərin olmasını tərəfdarıyıq. Sağlam yuxu hər bir hormon üçün çox önəmlidir. Və sonuncu, nəfəs texnikaları, idman, yoga, meditasiyalar, namaz, bunlar da bizdə hormonal balansımızın tənzimlənməsinə və orqanizmin daha rahatlatmasına, daha pozitiv olmasına və daha enerjili olmasına səbəb olacaqdır. Özünüzdən müğayət olun, hormonlarınızın qədrini zamanında bilin.